Ermənistanın Hraparak nəşri yazıb ki, baş nazir Nikol Paşinyan hökumət üzvləri və Hakim Mülki Müqavilə Partiyasının nümayəndələri ilə iclas keçirib. Xəbərə görə o iclasda Azərbaycanla sülh prosesinin dalana dirəndiyini açıqlayıb. Zat Paşinyan bildirib ki, Bakı dəhliz tələbindən geri çəkilmir, razılaşmasaq müharibə qaçılmaz olacaq. O ictimaiyyəti bu barədə məlumatlandırmağın zəruri olduğunu bildirib. Bundan başqa Kaliberdə Ermənistanın müharibəyə hazırlaşması iddiası ilə çıxış edib. Regionda eskalasiya gözlənilirmi? Global Info Azad danışan politoloq Zeynal Əmrəli qeyd edib ki, Ermənistanda müharibə söz-söhbətləri yenidən qızışıb. Paşinyana qarşı gələn qüvvələr Azərbaycan-Ermənistan Qarabağ məsələsindən istifadə edirlər. Keçmiş Xarici İşləri Naziri Vardan Oskanyan da son vaxtlar fəallaşıb. Müxtəlif xarici ölkələri ziyarət edən Oskanyan Ermənistana gələrək keçmiş Qarabağ separatçıları ilə görüşlər keçirir. Onlara müxtəlif vədlər verir. Oskanyan ümumilikdə riyakar şəxsdir. Suriya ermənisi olan bu adam vaxtilə birlikdə hərəkət etdiyi Levonter Petrosyanı tərk edərək vəzifə xatirinə Robert Köçəryanın komandasında təmsil edilməyə başladı. İndi də Qriqoryan kilsəsi diaspor və xarici havadarlarının xoşuna gəlmək üçün bu cür oyunlardan çıxır. Ermənistan hökuməti bu şəxsləri susturmağı bacarmalıdır. Politoloq əlavə edib ki, Ermənistandan zaman-zaman müharibə anonsu verilsə də Azərbaycan sülh gündəliyinə sadiqdir. Amma sərhəddə hər hansı təxribat baş verərsə ordumuz dərhal adekvat cavab tədbirləri görəcək. Görünür, Ermənistanda hələ də revanşist əhvalda olan xəyalpərəstlər az deyil. Buna görə də Azərbaycanın Ermənistan konstitusiyasına dəyişiklik edilməsi, buradakı ərazi iddiasının çıxarılması barədə tələbi haqlıdır.